yüzlərlə Azərbaycan insanının, mütəxəssisinin, inşaatçıların, yol inşa edən insanların erməni kəndləri var idi. Yüzlərlə, minlərlə ermənilərlə gündəlik əsasda təmasları baş verirdi. Və ilk günlərdə orada sülh məramları nəsə gəlirdi, görsənirdi. Ondan sonra onlar çıxıb getdilər. Və orada heç bir üçüncü tərəf yox idi. Və biz bunu çox geniş istifadə edirdik. Bizim danışıqlarımızda xarici tərəfdaşlarına baxın. Yəni 6 ay ərzində bir dənə hadisə baş verməyib. Yəni bu mifdir. Yəni bunu məqsədli şəkildə edirlər və bu reinteqrasiyanın başqa bir yolu yoxdur. Bunlar reinteqrasiya etməlidirlər. İstəyirlərsə burada qalmağa bir Azərbaycan vətəndaşı olaraq ya vətəndaşlığı qəbul etməlidirlər və yaxud da ki, öz seçimlərini etməlidirlər. К полному пониманию основного населения, которое сегодня проживает в зоне ответственности российского миротворческого контингента, что иного пути, как интеграция в азербайджанское общество, просто нет. Кто посчитает нужным жить как граждане Азербайджана, я думаю, они не пожалеют. Əfsuslar olsun ki, bu arqumentlər qarşı tərəfə işləmirdi və siz dediyiniz digər əməliyyatlarda məhz bu həmin o əməliyyatlara labirdir. Kökə və qamçı. Bəli. Azərbaycan tərəfi görəndə ki, yox, burada silahlı birləşmələrdən əl çəkmirlər, sülh məramlar da buna qarşı heç bir adım atmırlar, mina gətirilməsi, mina daşınması faktları davam edir. Laçın alternativ yolun tikintisi Laçın şəhərinə geri dönüş olanda orada bir çox faktlar aşkar edildi. Yeni minalar tapıldı. Onlar hamısı xarici səfirliklərin ataşalarına təqdim olundu. 2021-ci il Ermənistana isə istehsalı minalar. Çünki bu 2020-dən sonra baş verib. Üç tərəfli bəyanatın başqa bir maddəsinin pozuntusu idi. Çünki həmin Laçın koridoru yalnız humanitar məqsədlər üçün istifadə oluna bilərdi və bu onun açıq-aşkar pozuntusu idi. Bunların hamısı geniş şəkildə bir tərəfdən iş gedirdi, digər tərəfdən bunların hamısı təqdim olunurdu. Hər bir danışıqda biz bundan istifadə edirdik və Azərbaycan tərəfi üçün bu tam aydın idi ki, öz xoşuna bunlar bunu etmək niyyətində deyirlər. Bu təxribatlar davam edəcəklər.